Salam aleyküm. Deməli, belə bir şey var da. Korоче, mən bu Eşənlə, bu şeygillə yadındadır mı? Mən tipa barışıq var idi da burada ortada. Mən Rahimgillə barışan vaxtlarda barışmışdım da. Güya ki, bunlar bana oyun oynayan vaxtları. Korоче, bu Eşən götürüb mazən yeri da. Eşən də yəqin ki, bilirsiniz Eşən kimdir? Mənim əmmim oğlu da. Həmən ərəfədə bana götürüb 3-4 dənə mənə zəng vurur ki, korоче, ay əmim oğlu, yaman düz edəmsən. Sən bunlarla bacarmazsan, bunların pulu çoxdur, bunlar budur. Düz edəmsən, onsuz da bu Binyamin, bunlar saldırışlar içəri. Çünki niyə? Mən də deyəmən, niyə da? Niyə saldırırlar Binyamin'i, niyə görə saldırırlar da? Səbəb nədir yəni? Niyə sənin əlindən saldırırlar da bunlar Binyamin'i? Sən niyə belə deyirsən? Deyirlər, korоче, bəs belə. Həmən bu Şəkinin ağır cinayətlərin sədri var, məhkəmənin sədri var. Rafael müəllim. Korоче, onun uşağı xəstədir. Onun uşağının xəstəliyinə əlaqədar, bunun uşağını da Moskvada, korоче, bütün xəstəliyinin, müalicəsinin xərclərini Qalib çəkir. Elçinin qardaşı Qalib da. Ona görə də indi bunlar həmin Rafael müəllimi ağatlar ələ, nəyi var? Əllərinə ağatlar. Gör bunlar hansı nəylə də, bunlar şey götürürlər, nədən povlaq götürürlər, hansısa uşağın xəstəliyindən, hansısa valideynin balasının xəstəliyindən istifadə edirlər. Artıq bunların gör əl atdıqları yerə baxın da siz bir dənə. Görün bunu yəni nə bilim, Allaha and olsun. Bunlar hər yerdən bilsənmi, bunlar kiməsə nəsə eləmirlər, oradan nəsə umurlar. Gör indi hansısa valideynin uşağının xəstəliyinin şeyindən istifadə edir. İndi adam da o məhkəmənin sədri var da, Rafael müəllim. Demək, bu da indi nə qalsın, balası var ortada. Bunu da qanatdı belə. Bunlar düşürdülər bu oyunun üstə indi də. Yəni nə bilim, vallah nə deyim, bundan oyunda nə deyim. Görün bunlar hansısa balanın xəstəliyindən, valideynin uşağının xəstəliyindən istifadə edirlər və kiminsə də balalarını çöldə yetim qoymaq istəyirlər. Bunlarda olan, yəni bunu hansı şərəfsiz, hansı özünə bir şərəfin var deyən, hansı özünə kişi deyən bunu eləyər şəxsən, ha? Bunu Elçin eləyər, Rahim eləyər, yalnız bu şərəfsizliyi. Başa düşürəmmi? Gör bunlar nədən istifadə edirlər, bunlar niyə ölmürlər, bunların boyunu yerə soxun mənə. Görün bunlar əldə hansı kozur tuturlar da, hansı formada kozur tuturlar bunlar əldə. Nə bilim bunların şəxsiyyətinə tüpürüm mü deyim, neyimə tüpürüm deyim. Nə bilim bunların nə bilim, bunların oğlanları görəsən bir çıxıb demir ki, ay dədələr, siz nə varsınız, bu nə şərəfsizlikdə siz bu qədər yəni bu qədər bunları eləyirsiniz. Bunu güya hamı bilir, nə var, nə yox, açıq-aşkar hamı bilir. Bunlar orada məhkəmə keçirilir. Bilmirəm Elşən bunların neysə. Bunlar məhkəmə keçirilir. Təsəvvür elə bunların məhkəməsi olandan olana, bu Binyamin Elşənin. Bunlar hələ orada gedirlər, 5 qardaş gedirlər şeyə, məhkəmənin həyətində gözləyirlər, maşınlarda oturub. Nədir bu Ruslan var bunların böyründə bir şəkili, bilmirəm kimdir. Bunlar gedirlər orada gözləyirlər, əməlli başlı səbirsizliklə ki, Binyamin bunlar tutturuşlar da, tuttursunlar Binyamin. Bunların fikri xəyalı nədir? Binyamin tutturmaq. Niyə Binyamin tutturmaq? Bu da çox adama bəlli məsələdir. Yəqin hamı bilir Binyamin hansı səbəbdən bunlar tutturmaq istəyir. Yəni bunlar belə deyim də, nə deyim daha bu qədər yəni. Yəni baxın da ay zamanı. Hansı birini deyəsən, hansı birini bu nə qədər bu insanlarımız bizim buna göz yumuşdular, nə bilim belə bu qədər suçlular, susatdılar. Yəni ay zamanımız, ay insanlarımız.